Həqiqətən mən tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan kəsi çox bağışlayan. Diqqətlə baxın, burada ardıcıllığa baxın. Deməli, tövbə edən. Əgər siz bir günah edibsə və ya da başqa bir dindəsə, İslama gəlsə, tövbə edirsiniz. Sonra neyiniz? İman gətirən. İman gətirmək, inamdan onunla fərqlənir ki, siz daha dərindən Allahın ayələrini başa düşməyə cəhd edirsiniz. Daha ciddi şəkildə onu, deməli, qəbul edirsiniz. Sonra da yaxşı işlər görür. Çünki niyə? Kognitiv prosesində bizim idrakimiz yaradıcılıq prosesində keçir. Yaradıcılıq prosesində nə baş verir? Danışmaq buna aiddir, davranış buna aiddir, əməllər buna aiddir. Allah Teala deyir ki, əgər sən doğrudan da dərindən inanıbsan ki, Allah var və gəlib o nöqtəyə düşüncəndə zirvəyə çatıbsan ki, artıq Allah var, orada avtomatik olaraq o inamın yaradıcılıq prosesindən keçəcək və yaradıcılıq prosesində də sən həm danışığında, həm davranışında, həm də əməllərində yaxşı işlər görəcəksən. Bu da söhbət bundan gedir. Sonra isə doğru yolda möhkəm dayanmaq. Nə deməkdir bu doğru yolda möhkəm dayanmaq? Çünki biz bir doğru yola düşə bilərik, amma doğru yolda bizi öz yolumuzdan çevirmək üçün müxtəlif təsirlər ola bilər. Bu təsirlər şeytandır, nəfsimizdir, başqa bir adamdır və s. Allah Teala deyir ki, yəni hələ bu iman gətirdin, doğru yolda yaxşı əməllər elədin, doğru yola düşdün, bu demək deyil ki, hər şey qurtardı. Sən doğru yolda ardıcıl hərəkət eləmək üçün cəhd. Bu cəhdin birincisi tutaq ki, ibadətdir, ikincisi elmlə məşğul olmaqdır, üçüncüsü Allahın əmrlərinə ciddi riayət eləməkdir. Əgər siz doğrudan da iman gətirdirsə, doğru yola düşdünüzsə, amma Allahın dediyi bu əmrləri icra eləmədirsə, çox asanlıqla ya doğru yolda qalacaqsınız, irəli gedə bilməyəcəksiniz, ya doğru yoldan azacaqsınız, ya da bütüncə doğru yoldan çıxacaqsınız. Və bugün təriqətlər, məzhəblər bu yolun əyilməsi demək, Allahın doğru yolunun, düz yolunun əyilməsi demək. Dindən çıxıb başqa dinlərə gedənlər isə doğru yoldan çıxmaq demək. Yəni bu barədə Allah Teala deyir ki, bu işləri görəndən sonra sizin ən sonuncu vəzifəniz, cəhdiniz ondan ibarət olunur ki, doğru yolda möhkəm dayanasınız. Doğru yolda möhkəm dayanan kəsi çox bağışlayanam. Yəni bunları eləyən adam, tövbə edən, iman gətirən, yaxşı iş görən və doğru yolda sabit gələn adamları Allah daha çox bağışlayacaq, nəinki digər insanları. Sonraki ayədə Allah Teala buyurur, ey Musa, sənin nə tələs dedi ki, qövmündən qabaq gəldin. Yəni Musa Peyğəmbər oradakı Allah Teala bir Tur dağının sağ tərəfində vədələşdik. Əhali ora çatanda Musa Peyğəmbər əhalidən qabaq Tur dağına çıxdı. Ona görə Allah Teala müraciət nə səni məcbur edir ki, tələsdin. Zaten başqa bir yerdə Allah Teala Quran-ı Kərimdə bəyanı biz insanı tələskin varlıq kimi yaratdı. Sonra başqa bir ayə deyir ki, insan tələsir, hər bir işində tələsir. O cümlədən Allah'a dua edir, məsələn, duasının qəbul edilməsinin nəticələrini görməkdə tələsir, müəyyən ibadət edir, onun nəticələrini görməkdə tələsir və s. və s. Yəni bu baxımdan Allah Teala, yəni bundan deməsi Musa da insandır. Yəni Peyğəmbər olsa da Musa da insan kimi tələskən bir varlıqdır. Dedi, indi onlar da mənim arxamca gəlir. Ey Rəbbim, mən sənə tərəf tələsdim ki, məndən razı qalasan. Allah buyurdu, biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları azdırdı. Deməli, burada deyir ki, Quranda başqa bir ayə var, doğru yola düşməyə, yaxşı əməl görməyə tələsin. Hətta azanda da var, tələsin, ibadət etməyə tələsin, yaxşı əməllərə tələsin. İki cürə tələsmək var. Bir, ruzilər əldə etməyə, dünyəvi maraqlar əldə etməyə tələsmə, bir də mənəvi nemətlər əldə etməyə tələsmə. Yəni bu iki tələsmə bir-birinə ziddiyyət təşkil edildiyinə görə biri insanı tamam başqa yerə aparır, günahkarların sırasında, biri isə insanı daha çox möminlərin sırasına aparır. Yəni əgər siz cismani nemətlər üçün tələsizsə, siz azanların yoluna düşürsünüz. Amma mənəvi nemətlər üçün tələsizsə, Allahın daha çox deməli layiq olursunuz. Deməli, Musa Peyğəmbər öz qövmündən qabağa gedib Allahla danışmağa başlayanda Allah Teala Musa Peyğəmbərə bəyan edir ki, Samiri onları azdırdı. Yəni sənin qövmünü azdırdı. Başqa yerdə bu əvvəla belə, Tövratda da belədir ki, Musa Peyğəmbər Tur dağına çıxanda qardaşı Haruna deyir ki, mən Allahla danışmağa gedirəm. Sən burada bizim cəmaatı imkan vermək ki, geri əvvəlki dinə qayıtsınlar və dini təbliğ elə. Amma Allah Teala Musa Peyğəmbərə xəbər verir ki, sən gələndən sonra onların içində olan, onların əyyanı, hörmətli bir adam, Samir adında bir adam onları deməli azdırdı.
Musa acıqlı və heyslənən halda qövmünə tərəf qayıtdı. Dedi: "Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi? Yoxsa müddət sizə çox ağır gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxın?" Burada bu müddət sizə çox ağır gəldi məsələsi çox ciddi bir məsələdir. Bugün insanlar da deyir ki, qiyamət nə vaxt olacaq? Məsələn, filan şey nə vaxt olacaq? Və ya da adamların Allaha inamı nə zaman sağlayacaq? Dua eləyir, elə düşünür ki, sabah duası icra olunacaq. Baxılıyor ki, yox, icra olunmur. Ona görə dindən uzaqlaşırlar. Allah Teala birinci bunu deyir ki, bu müddət insanlara çox ağır gəlməməlidir. Həm yaşamaq müddəti, həm axirətin, qiyamətin gəlmə müddəti, həm də hər hansı bir iş görərkən müddətin uzunluğundan narahat olmamalı. Zaten səbir deyilən şey budur. Səbir deyilən şey hər hansı bir şey üçün zəruri olan vaxtın gözlənilməsidir. Bizdə atalar misal var, deyir ki, xəstə tələsər, amma armud vaxtında içəcək. Bu nə deməkdir? Bu səbir deməkdir. Sən xəstəsənsə, ürəyin armud istəyir, sənin patoloji bir vəziyyətdəsən, amma təbiətdə patoloji olmadığına görə armud da öz vaxtında yetişir. Allah Teala müsəlmanlara əmr edir, bizə dində də əmr edir ki, tələsməyin, səbr eləyin. Burada da eyni ilə Musa Peyğəmbər deyir, siz səbirsizlikdən mi düşdünüz? Dindən qayıtdınızlar. Çünki niyə? Onlar gözləyir ki, Musa Peyğəmbər tez qayıdacaq, amma Musa Peyğəmbər tez qayıtmadı. Müəyyən bir müddət yubandı. Bundan şübhələndirlər ki, bəlkə də Musa bizi aldadırmış. Ona görə də bizi burada qoyub özü çıxdı getdi və təzədən öz əvvəlki inançlarına qayıtdılar. Və yaxud da deyir ki, ikincisi, siz doğrudan da bilə-bilə ki, mən Peyğəmbərəm, bilə-bilə ki, mən Allahdan sizə vəd gətirmişəm. Siz belə çıxı ki, Allahın cəzasını könülsüzdə qəbul edirsiniz. Bugün də bir çox insanlar cəhənnəmlə bağlı, axirət aləmi ilə bağlı müəyyən bilikləri var, təsəvvürlər, amma qəbul edirlər ki, əşi, mən bu dünyada çevirim, axirət aləm kimdən bir olacaq, gəlib cəhənnəmə düşməyə verir. Qoy Allah məni bu dünyada hər şey versin, cəhənnəmdə məni yandırsın. Əslində baxsan, bu çox ciddi bir məsələdir. İnsanların yanlış yola düşməsi, inamsızlığın əsas səbəblərindən biridir ki, insanlar axirət aləmini, cəhənnəm əzabını o qədər uzaqda, o qədər mücərrət görürlər ki, axırda inkar səviyyəsinə gəlirlər və bu dünyadan dördəli yapışırlar. Musa Peyğəmbərin də burada öz qövmünə dediyi budur. Birincisi, siz deməli, müddətin uzun müddət olması, yəni səbirsizlikdən mi bu yola düşdünüz, yoxsa Allahın cəzasını şuurla qəbul edəcək, Allah verəcək, qoy bu cəzanı versin. Dedilər, biz sənin vədinə öz ixtiyarımıza xilaf çıxmadıq, lakin bizim çiynimizə qövmün çoxlu miqdarda zinəti qoyulmuşdur. Onları atdıq, həmçinin Samiri də atdı. Deməli, buradan nə deyir? Bu da məlum olur ki, insanların doğru yola düşməməsinin və yaxud da Allah'a inanmaması əsas səbəblərindən biri onları iradələrine zidd olaraq bu yoldan yayındıran adamlardır, şərtlərdir, hakimiyyətlərdir. Hansı ki, bayaq Firon deyir, mən sizə icazə verməmişəm. Musa Peyğəmbərin Allahına iman gətirəsi. Yəni, bu da demək istəyir ki, bəzi insanların tutaq ki, öz vədlərini yeni etirməməsi əsas səbəblərindən biri xarici faktorlardır. Sonra deyir ki, bizim çoxlu zinətimiz var idi. Biz bu zinətlərin hamısını yığdıq, o cümlə Samir ilə bir yerə yığdıq. Bu zinətin atılması, zaten Allah Teala insanın zinətə aldanmamasını əmr edir və zinətin atılması yaxşı bir əcr. Amma nə üçün atıldı? Əsas məsələ budur. İnsan bir zinətdən nəyə görə imtina edir? Daha böyük bir cinayət eləmək üçün və yaxud da tutaq ki, doğrudan da zinətin insanı aldatdığına görə. Məlum olur ki, burada Yahudilər daha ağır bir günah eləmək üçün öz zinətlərindən imtina elədilər. Beləliklə, onlar üçün böyürən bir büzov heykəli çıxartdı. Dedilər, bu sizin və Musa'nın Allahıdır. Onu unudub, deməli, qədim Misirdə baş Allahların biri öküz şəklində təsəvvür olundu. Quran-ı Kərimin Bəqərə surəsində də əksinə baxsan bununla bağlıdır. Bilirsiniz ki, inək, öküz və s. bu həm ibtidai dinlərdə totem kimi, həm də məsələn bugün Buddizmdə ilahi bir varlıq kimi qəbul edilir. Hətta inək nəyə görə müqəddəs heyvandır deyəndə, ya Buddistlər, Hindular deyirlər ki, İnəklər müxtəlif rəngdədir, amma südləri eyni rəngdədir. Bu da onların ilahi bir təbiətdə olduğunu göstərir. Elə qalsa bütün heyvanların rəngi müxtəlifdir, südləri eynidir. Amma belə bir məntiq ilə, boş bir, yanlış bir məntiq ilə inəyin ilah olduğuna inanırlar. Əslində Bəqərə surəsində də inəyə, öküzə, yəni bu cürə heyvan, zoomorf ilahlara inanmağın günah olduğunu Allah Teala bir var. Büt
bir de bu cür zoomorf inamlar. Bu cür inamların özünün də əsassız olduğunu göstərir. Burada da bunlar öz bəzəklərindən bir qızıldan bir bizov düzəldir, səs çıxaran bir bizov düzəldirlər. Və Samir bunlara deyir ki, bu sizin Allahınızdır. Çünki qədim Misirdə baş Allahın özü öküz şəklində təsəvvür olunan bir ilah olubdur. Məgər onlar həmin buzovun onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyrə malik olmadığını görmürlər. Deməli, Allahın varlığı burada 3 dənə dəlil var. Biri nədir? Allah Teala insanların çağrışına cavab verir. Bir, Allah Teala insanlara ziyan və ya da xeyir verir. Bunu Kur'an'ın bütün ayələrində Allah Teala bize izah edir, xeyir verməyin, ziyan verməyin. Mesela Allah Teala deyir ki, siz beni çağırın, beni çağıran zaman beni çağıranı eşidirəm. Ama burada deyir ki, o bizovu çağırırsa o size eşitmir, cavab vermir. Ben size cavab verim. Necə cavab verir? Biz Allah'a dua edirik, bir de bakın ki, duamız həyata keçir. Bu Allah'ın bizim çağırışımıza cavabıdır. Bu bakımdan burada da Allah Teala Allah'ın varlığıyla qeyri səmavi dinlərdə olan ilahların fərqini bizə verir ki, Allahla bütlərin, Allahla buzovun, Allahla günəşin, ulduzu, tanrı hesab edilən bu obyektlərin fərqi ondan ibarət. Bu obyektlərin heç biri insanların çağrışına cavab vermir. Amma Allah bu çağrışına cavab verir. Eləcə də insanlara ziyan və xeyir verir, əməllərinə uyğun olaraq. Əlbəttə, Harun bundan qabaq onlara demişdi, ey mənim qövmüm, siz bunun vasitəsilə sınandınız. Həqiqətən sizin Rəbbiniz rəhman olan Allahdır. Buna görə də mənə tabi olun və mənim əmrlərimə itaat edin. Bu ayə sizi nə xatırladı? Quran-ı Kərimin başqa bir surətində Allah Teala nə deyir? Məhəmməd də bir insandır. O öldükdən sonra üz çevirəcəksiniz. Bu həmin məsələdir. Burada da deyir ki, Allah seni sınadı. Müəyyən bir müddət deyə hələ ölməmişdir. Musa Peyğəmbər sizdən ayrıdır. Musa Peyğəmbər sizdən ayrılırsa siz təzədən günahların yolunuzu azdınız. Yəni o qayıtdınız. Bu da bir sınaq idi. Yəni bu nə deməli? Peyğəmbərlərin insanların arasında olub olmamasına asıl olaraq insanlar doğru yolda olmalıdır. Yoxsa Peyğəmbər var, biz bu yoldayıq, Peyğəmbər yox, biz bu yoldan çıxdıq. Bu yanlışdır. Hətta bəzi ideologiyalar var, bəzi məktəblər var və s. elmi şeylər var ki, onların da aparıcıları yoxdur, amma ideyaları davam edir. O cümlədən də dinlərdə də Peyğəmbərlər ölüb gedəndən sonra ondan təbliğ elədiyi dini insanlar davam etdirməlidir. Əksinə baxsan, burada Harunun Yahudilərə dediyi bu məsələdir ki, Peyğəmbərin olub olmaması insanların doğru yolda olub olmamasına təsir verir. Zaten doğru yol elan olunursa, insanlar doğru yola düşdüsə, həmin doğru yolda dayanmadan cəhd eləməlidir. İrəliyə doğru o ruhun dedim ki, inkişaf etdirməsində cəhd eləməlidirlər. Və xatırladır bunlara ki, sizin həqiqətən bir də Rəbbiniz, o da rəhman olan Allahdır. Buna görə də mənə tabi olun və əmrlərimə itaat edin. Dedilər, Musa bizim yanımıza qayıtmayınca biz bundan ayrılmayacaq. Bunlar elə düşünürdülər ki, Musa Peyğəmbər bunu anladı və bunları tərk edib gedir. Ona görə əgər doğrudan da Musa Peyğəmbər qoy qaysın gəlsin. Qayıdarsa biz bu elədiyimiz hərəkət, yəni bu bizova inamdan imtina eləyəcəyik. Dedi, ey Harun, onların azdıqlarını gördüyün zaman sənə nə mani oldu? Ki, mənə tabi olasan, mənim əmrimə itaatsizlik etdin. Yəni, Musa Peyğəmbər, Harun Peyğəmbərliyi mən sənə tapşırmışdım ki, bu qövmü idarə elə, doğru yoldan azmasına imkan vermə. Amma indi bunlar öz doğru yolun azıbdır. Burada səbəb nədir? Yəni, nəyə görə bir Peyğəmbər kimi sən bu insanları doğru yolda azmağın qarşısını ala bilmədin? Zaten Allah Teala hidayət Allahın məqsudu deyil. Əslində Musa Peyğəmbər bu sualı bir qədər Quranın ümmətinə zid. Yəni Peyğəmbər insanları hidayət eləmir. İnsanları hidayət edən Allahdır. Deyir, bəlkə ola bilsin, sən özün mənim əmrimi yerinə yetirmədin. Harun dedi, anam oğlu, saqqal və başımdan tutma. Həqiqətən mən sənin İsrail övladlarının arasına təfriqət saldın və mənim tapşırığımı əməl etmədin deyəcəyindən qorxdum. Yəni, burada söhbət əvvəla niyə görə anam oğlu deyil? Bilirsiniz, Yahudilərdə irsiyyət ana xətti ilə müəyyən olunur, kişi xətti ilə yox. Bunun da səbəbi o vaxtı Fironun vaxtda kişiləri öldürüb qadınları saxlamaq ilə bağlıdır. Zaten kişilər öldüyünə görə uşaqların atasını ancaq anaları ilə müəyyən edirdilər. Ona görə burada deyir ki, həm də Musa Peyğəmbərin özü də sudan çıxandan sonra Fironun arvadı onu saxlayıb Asiya. Ona görə də burada da anamın oğlu ifadəsi bu Yahudilərdə ana xətti ilə nəslini davam etdirməsinə işarə edir.
Deyir ki, mən ona görə izah edir özüm. Deyir, Samir bir dənə buzov düzəltmişdi. Ola bilsin ki, mən bəzi adamları da sənin dediyin kimi bu buzova itaətdən saxlayır. Onda bu Yahudiler iki yere parçalanır. Bir grubu Samir'in daha önce dedi, buzova itaat edildiğini, bir grubu da benim sözüme bakardı. Onda sen cevap dedin, niye bunları parçaladı? Niye bunları iki yere böldün? Burada esas mesele bunun. Musa dedi, ey Samiri, senin məqsədin ne idi? Yani Yahudileri Musa peygamber Tur dağına gedenden sonra yoldan azdıran adam bu Samir'den soruşuyor ki, sen ne için bu adamları azdırdın? Bu Samir obrazı da insanları Müslümançılıkta da var, alimler var, tarikat başçıları var. Aslında baksan bunlara işaret edici, bu tarikat başçılarına sual verici. Sen niye insanları azdırdın? Dedim, ben onların görmediği ve bilmediği bir şeyi gördüm ve bildim. Eğer bir şey yalnız bir adama görünürse, başka adamlara görünmürse, bu demek ki bu şuuru hayalda yaranan bir təsəvvürdür. Obyektiv gerçəkliyin əsas şərtlərindən biri odur ki, o ümumi xarakterine malik. Mesela bu qələmi mən göstərirəm, görmə qabiliyyəti olan bütün adamların hamısı deyir ki, bəli, biz qələmi gördük. Amma bunu bir adam görürsə, heç kəs görmürsə, bu demək ki, o adamın düşüncə və şuurunda problem var. Burada da Samir deyir ki, onlar görmədiyi şeyi mən gördüm. Samir'in özünün xəyalında yaranan təsəvvür Samir'i azdırdı. Bunu da kim elədi? Şeytan. Şeytan onun təsəvvürünə təsir elədi. Obyektiv olmayan bir deməli obraz yarattı. Sonradan bu özünün xəyalında, təxəyyüldə olan həqiqəti reallıq kimi qəbul edib başqalarını da bu yola gətirdi. Bugün əksər bizdə də var, İslam dinində müəyyən övliyə falan şeyi gördü, müəyyən evlə belə şey. Bütün bunlar hamısı bu Samir'in obrazı həmin adamlar haqqındadır ki, bu cür deyilən adamların hamısı insanları Allah'ın doğru yolundan döndürən insanlardır. Əvvəla deyir ki, bilmədiyi bir şey bildim. Allah Teala deyir ki, sizin bildiklərinizi de bilmədiniz. Əgər Samir deyirsə ki, bu insanların bilmədiyi mən bildim, bu özünü Allah səviyyəsinə qaldırır. Deməli, bir tərəfdən şeytan buna yalancı xəyalında yalancı təsəvvürlər yaradır. O tərəfdən də bu adamda elə bir təkəbbür yaradır ki, bu insanların heç bir bilmədiyi yox, bu bildi. Gördüm ve bildim. Beləliklə həmin elçinin ayağının torpaqlarına bir ovuc götürdüm ve onu attım. Deməli, burada şeytan özünü bir elçi kimi təqdim edir Samir'e. Samir inanır ona, o xəyalında yaranan təsəvvürə uyğun. Onun ayağının altına bir torpaq götürdü, o attı ve onu attım ve nəfsim mənə belə gözəl göstərdi. Allah Teala zaten Kur'an-ı Kerimdə nəfslə bağlı dəfələrlə nəfsin bu dünyanı bizə gözəl göstərdiyi, bu dünya bəzədiyini deyir. Yəni burada nə deyir? O əksinə baxsan onun deməli o elçi dediği burada Cəbrail, bu Cəbrail deyil. Bunun heç vaxt Cəbrail insanları doğru yoldan çaşdırma. Bu məalda tamamilə yanlışdır. O elçi deyəndə əksinə şeytanı görüb. Çünki niyə? Azıbdır. Bunun şeytanı görəndən sonra etdiyi hərəkət insanları Musa Peyğəmbər dinindən başqa bir istiqamətə yönəldi və onda biz ova sitayiş eləməyə başladı. Zaten Cəbrailin ayağından götürən torpaq necə insanları azdırmalıdır? Və buradan da aydın olur ki, əksinə baxsan, ona elə gəlir ki, o Cəbraili görür, ama Cəbrail yox, şeytanı görür. Ona görə şeytan bunu azdırdı. Və sonra da deyir ki, nəfsim mənə beləcə gözəl göstərdi. Etiraf edir ki, əksinə baxsan, ortada bir gözəllik yoxdur. Amma nəfsim məni aldatdı. Etiraf edir bunu. Musa dedi, beləysə çıx və sənin həyatdan payın mütləq mənə toxunmayın deməkdir. Əlbəttə, sənin üçün barəndə xilaf çıxmayacaq vədə vaxtı da vardır. İndi heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcək. Buradan da Musa Peyğəmbər bu cürə insanların axirət aləmində mütləq cəhənnəmə gedəcəyini bəyan edir. Quranın başqa bir ayəsində Allah Teala bilir, biz onların başçılarının saqqalından tutub birbaşa cəhənnəmə sürüləyəcək. Yəni, insanları doğru yolda azdıran, dində təfriqə yaradan, əhalini parçalayan, yanlış yola aparan başçılar, hansı ki özlərini alim, böyük şəxsiyyət göstərirlər, yalandan deyirlər. Məsələn, Fəthullah deyir ki, mən Allah'ı gördüm. Fəthullah deyir ki, mən yaxşı dayandırdım. Belə adamlar bizdə də var. Azərbaycanda da belə adamlar var ki, çıxırlar xalqın qabağına mən belə bir şey gördüm və belə şey və yaxud da tarixi şəxsiyyətini belə nağıla ödürürlər. Bunların hamısı insanları azdırmaq məqsədidir. Allah Teala o adamları bağışlamayacaq və mütləq necə ki onların yarattığı bütün Musa Peyğəmbər deyir ki, indi biz bunu yandırıb atacaq, sən də görəcəksən. Eləcə də ona inanların da sonu həmin o buzovun başına gələnlər kim olacaq? Yəni burada əslində baxsan, külünü dənizə səbədi nə deməkdir? Dəniz burada bu aləmdir. Külünü dənizə səbədi demək ki, bunu ümumiyyətlə yox edəcək. Yəni bu yalancı ilahı tamamilə yox edəcək.
Eləcə də axirət aləmində kim ki doğru yoldan azıbdır, onlar da mütləq bu buzovun başına gələn kimi yandırılacaq və külləri də səpiləcəkdir. Sizin məbudunuz yalnız Allahdır ki, ondan başqa bir məbud yoxdur. Onun elmi hər şeyi əhatə etmişdir. Sonda Musa Peyğəmbər bir daha təsdiq edir ki, əslində baxsan, insanların məbudu Allahdır. Ondan başqa ikinci bir məbud yoxdur və ona görə yoxdur ki, hər şeyi onun elmi əhatə edib. Əgər Allahın elmindən kənarda nəsə varsa, onda demək ikinci bir Allah var, ilah var, məbud var. Amma hər şey Allahın elmi ilə əhatə olunursa, bu nə deməkdir? Elə bir real mövcudluq yoxdur ki, onun tabi olduğu qanunlar olmaz. Elmi bu deməkdir, şeylərin tabi olduğu qanunlar, nizam. Elə bir şey yox ki, onun nizamı olmaz. Deməli, əgər bir şeyin nizamı varsa, onu Allah yaradıb. Əgər biz bu təbiətdə, dünyada nizamsız bir şey tapardıqsa və yaxud da mövcud olan varlığı alternatif bir nizamı olan şey tapardıqsa, onda deyərdik ki, ikinci məbud da var. Amma Allahdan başqa, Allahın olmaması əsas şərtlərindən biri odur ki, Allah tək olduğuna görə dünyada da hər şey özünə məxsus tək bir nizama tabidir.